Tam dəri ilə üzlənmiş qapı kartı, aşağı bölmə, dirsək altlığı, üst bölmə, vilyur, təbii ağac, ikili memory paket, təhlükəsizlik kəmərinin hündürlüyə görə nizamlanması, qapı şüşəsinin zamanla yerindən oynamamağı üçün xüsusi reys. Görürsünüz, hələ də öz reysində gedib gəlir. Burada bölməsi var. Bu şüşə hələ də tərpənmir. Avtomobilə komfortlu giriş-çıxış, sükanın elektro idarə olunması, güzgü qatlanmaq, həmçinin güzgülərin ultrasəslə təmizlənməyi 3 dəfə eləyir. Kiçik qəpik bölməsi, o belə yurdan üzlənib ki, səs eləməsin. Servis mod, bagajı tam şəkildə bağlayır. Vale mod da deyirlər, servis mod. Açırsan, açılır və servisə verəndə maşını əşyalarını oğurlamamaq üçün hamısını atırsan ora, bunu bağlayırsan, bağlandı. Bagajı açmaq mümkün olmayacaq, ancaq avtomobilin sahibi açar. Əgər avtomobilin açarında birdən çox brilok, açar varsa, burada hətta tarixi mühəndislər onu da düşünüb ki, açar burada olanda briloklar dəyib səs eləməsinlər. Onun üçün maqnit var burada, onu saxlayacaq. Nələrə fikir verirlər olar. Cruise kontrol, arxa pərdəni idarə etmək üçün düymə, təbii ağac, 3 zonalı klimat kontrol, 2 ön, 1 arxa, arxa oturacaqların isidilməsi, GPS naviqasiya, arxa oturacaqların ilkin vəziyyətə qaytarılması.